Hörmətli dinləyicilər, əziz müəllimlər, dəyərli məktəb ailəsi və Gələcəyin İşığı FM-in sadiq izləyiciləri. Sizi bugün xüsusi bir ehtiram, dərin hörmət və elə ürəkdən gələn bir salamla salamlayıram. Mən məktəbimizin 8 sinif şagirdi Milana Ağayeva bugün efirdə son dərəcə həssas, dəyərli və mənəvi yükü ağır olan bir mövzunu təqdim etmək üçün qarşınızdayım. Elə buradaca böyük qürurla qeyd etmək istəyirəm ki, bugün Gələcəyin İşığı FM özünün 350-ci buraxılışı ilə efirdədir. Bu yubiley xarakterli günü məhz bu qədər mənalı bir mövzuya həsr olunması isə verilişimizin dəyərini daha da artırır. Bəzən bir gün, bir ad, bir tarix elə bir məna daşıyır ki, onu yalnız sadəcə xatırlamaq yetmir. Bugün isə o günlərdən biridir. Bugün biz bir ananın doğum gününü qeyd edirik. Amma adi bir ana yox. O ana ki, ürəyində həm qürur, həm miskin, həm minnətdarlıq, həm də böyük bir ləyaqət daşıyır. O ana ki, bir xalqın şərəf adını öz ömrünə yazan bir övlad böyüdür. O ana ki, əlləri ilə böyütdüyü oğlunu vətənə əmanət edib və bugün adı tariximizin nuruna çevrilmiş bir gəncin anası olmaq şərəfini daşıyır. Ana, insanlığın ilk müraciət qapısıdır. Ana övladının gələcəyinin mayası, gücünün təməlidir. Və şəhid anası olmaq isə bu dünyanın heç bir tərəzisi ilə ölçülməyəcək qədər ağır, şərəfli və müqəddəs bir yükdür. Şəhid anaları bizim millətimizin işıq sütunlarıdır. Onlar hər kəsdən daha dərindən ağlı hiss edirlər. Amma hər kəsdən daha ucal şəkildə dayanmağı bacarırlar. Onların səsi daha sakitdir. Amma gücü daha böyükdür. Onlar daha az danışırlar. Amma dedikləri hər söz bir ömür dərsi kimidir. Bu sarsılmaz anaların sırasında biri də var ki, bugün ad gününü qeyd edir. Bugün 24 noyabr məktəbimizin şəhid məzunu, kəndimizin və rayonumuzun fəxri olan Vüsal Kamran Kazımovun anası Gülər Kazımovanın doğum günüdür. Hörmətli dinləyicilər, Gülər ana haqqında danışmaq sadəcə bir insanı övmək deyil. Gülər ana qəlbinin içində həm övlad sevgisi, həm övlad itkisi, həm də övlad qüruru daşıyan o möhtəşəm insanlardandır. Onun duruşunda bir qətiyyət var, bir ləyaqət var. Səsi sakit olsa da, içində bir dağ boyda güc var. Həyatına baxanda görürsən ki, ana olaraq yaşadığı hər his onu sınmaqdan çox daha da ucaldır. Bugün onun doğum gününü sadəcə bir təbrik kimi qeyd etmirik. Bu, həm də bir minnətdarlıq günüdür. Çünki Vüsal kimi mərd, cəsarətli, qorxmaz və vətənpərvər bir oğul yetişməsi demək ki, belə bir ana sayəsində mümkün olub. Vüsal Kazımov adı gələndə ürəkdə bir sükut çökür. Ardınca bir qürur ucalır. O, məktəbimizin illərlə fəxri olur. Onu tanıyan bütün müəllimlər, sinif yoldaşları həmişə eyni sözləri deyirlər. O dürüst idi, o mərd idi, o daim düz yolun yolcusu idi və ən əsası vətəninə canı ilə bağlı idi. Belə bir gəncin geriyə buraxdığı ömür cığırı bir məktəb üçün, bir kənd üçün, kül torpaq üçün qürurdur. Və bu qürurun ana tərəfi isə Gülər Kazımovadır. Əziz dinləyicilər, hər doğum gününün öz sevinci olur. Amma şəhid anasının doğum günü həm də bir xatırlatma, bir minnətdarlıq, bir dua günüdür. Ona görə də bugün buradan Gələcəyin İşığı FM-in efrinə Gülər anaya ən səmimi sözlərimizlə çatdırmaq istəyirik. Sizi məktəb rəhbərliyi başda olmaqla bütün pedaqoji və texniki heyətimiz adında ümumilikdə Yuxarı Bədi Kənd Orta Təhsil Məktəbinin ailəsi olaraq doğum gününüz münasibəti ilə ürəkdən təbrik edirik. Gülər ana, siz bu məktəbin ucalıq rəmzisiniz. Siz Vüsalın anası olmaqla
bizim için bir gurur oldunuz. Mərd duruşunuzla bir örnek oldunuz. Səssiz gücünüzlə bir məktəb oldunuz. Biz bilirik ki, şəhid anası olmaq həm qəlbinin yarısıdır, həm qəlbinin fəxri. Biz bilirik ki, hər gün siz üçün həm doludur, həm boşdur. Biz bilirik ki, Vüsal haqqında deyilən hər cümlə sizin üçün həm təsəllidir, həm kədərlidir. Amma bilin ki, onun adı unudulmur, onun xatirəsi yaşayır. Onun izi bu məktəbin divarlarında, bu kəndin yollarında, bu torpağın yaddaşındadır. Bugün sizi təbrik etmək bizim üçün sadəcə bir jest deyil, bir borcdur. Vüsalın torpağa tapşırıldığı gün, bu torpaq sizin əmanətinizi qəbul etdi. Bugün isə biz sizin dəyərinizi qəbul edirik. Sizin doğum gününüz sadəcə bir həyat səhifəsi deyil, həm də bir şəhid anasının ləyaqət kitabının parlaq bir misalıdır. Hörmətli dinləyicilər, bu veriliş təkcə bir təbrik proqramı deyil, həm də şəhid ailələrinə olan hörmətin, məktəbimizin onlara olan qayğısının bir ifadəsidir. Biz bilirik ki, onların yanında olmaq, bir söz demək, bir yad etmək belə onlar üçün bir dayağa çevrilir. Onların varlığı bizim üçün gücdür. Onların duası bizim üçün rəhmətdir. Bugün isə o duaların sahibəsi Gülər Kazımovadır. Gülər ana, sizi bir daha təbrik edirik. Əlləriniz daim işıqlı olsun. Qəlbiniz rahatlıq tapsın. Ömrünüz sağlamlıqla, səbir və mənəvi güclə davam etsin. Sonda hörmətli dinləyicilər, sözümüzü bitirməzdən əvvəl bir həqiqəti yenidən xatırlatmaq istəyirəm. Şəhid anasının yeri bu dünyada doldurulmur. Biz Gülər ananın doğum gününü bir məktəb olaraq yox, bir ailə olaraq qeyd edirik. Onunla qürur duyuruq, onu sevirik, ona hörmət edirik. Mən Milanə Ağayeva bu dəyərli günü efirdə sizinlə birlikdə qeyd etdiyim üçün qürur hissi keçirirəm. Bizi dinlədiyiniz üçün təşəkkür edirəm. Ucalıqla qalın, şəhid analarını unutmayın. Şəhidlərimizin ruhu daim nur içində olsun. Sağ olun. Növbəti buraxılışlarda yenidən görüşmək ümidi ilə.